Nərgiz çalışmayan inventar və avadanlıqlar cədvəlini hazırlayıb. Burada yoxlama zamanı faktiki aşkar edilmiş məhsullar haqqındadır, mühasibatların uçot məlumatlardır, inventarizasiya nəticəsi qeyd. Bu kimi informasiyalar yerləşdirilmişdir. Və Zəhrada iş vaxtını uçotu tabelini yığıb, iş vaxtının uçotu tabelində işçilərin adı, soyadı, vəzifəsi, işə gəlmə saatları göstərib, cəmi iş gün, saat hesabı, məzuniyyət, digər günləri göstərib. Zəhra, bu cədvəli, məsələn, biz bilirik, birinci başlıq hissə olur, müəssisənin adı daxil edilir. Əsas məzmun hissəsi bunun cədvəlidir. Cədvəli yaratmaq üçün table, sütun və sətr sayı. 9 sütun, o 8 sətr qoyub oxuya basırıq. Bəli, 9 niyə götürürük? Çünki bizdə 8 işçi var və birinci hissədəki sütun başlıqlarını yerləşdirmək üçün ayrılır. Doğrudur.